Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının milli lideri və müasir Azərbaycan qurucusu olan böyük bir dövlət xadimidir. Onun fəaliyyəti və xidmətləri nəticəsində Azərbaycan Respublikası müstəqilliyini möhkəmləndirib və dünya səhnəsində öz layiqli yerini tutub. Heydər Əliyevin siyasəti, iqtisadi, sosial və mədəni sahələrdə əldə etdiyi nailiyyətləri ilə ölkənin inkişafına yeni bir istiqamət verib. Hazırda ölkəmizin hər yerində olduğu kimi Abşeron rayonunda da Ulu Öndər Heydər Əliyevin 102 illiyi möhtəşəm şəkildə qeyd edilir. Tədbirdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdün Fərzəliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailə üzvləri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Heydər Əliyevin Xırdalan şəhərində əzəmətli abidəsi ziyarət olundu, önünə gül dəstələri düzüldü, dahi şəxsiyyətin ruhuna hörmət və ehtiramlarını bildirdilər. Tədbirdə xüsusilə vurğulandı ki, Ulu Öndərin rəhbərliyi altında Azərbaycan beynəlxalq arenada öz mövqeyini gücləndirdi. Hazırda Heydər Əliyevin Azərbaycan üçün qoyduğu irs, onun siyasi varisi İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun başladığı layihələr, proqramlar və islahatlar bu gün də ölkənin inkişafına xidmət edir. Heydər Əliyevin adı, onun prinsipləri və dəyərləri Azərbaycan xalqının yaddaşında əbədi olaraq yaşayacaq. Heydər Əliyev Azərbaycan xalqının inkişafına və formalaşmasına əvəzsiz töhfələr vermiş böyük liderdir. O öz fəaliyyəti ilə ölkənin müstəqilliyini və suverenliyini möhkəmləndirib, milli ruhun və mədəniyyətin dirçəlişinə şərait yaradıb. Heydər Əliyev yalnız siyasi lider kimi deyil, həm də böyük bir dövlət xadimi kimi yaddaşlarda qalıb. Onun rəhbərliyi altında Azərbaycan iqtisadi cəhətdən inkişaf edib, beynəlxalq arenada nüfuz qazanıb. Onun irsi bugünkü və gələcək nəsillər üçün çox qiymətlidir. Heydər Əliyev hər zaman Azərbaycan xalqının rifahını ön planda tutaraq onların hüquqlarını və azadlıqlarını qorumağa çalışıb. Onun siyasəti ölkənin demokratik və iqtisadi inkişafı üçün güclü bünövrə yaradıb. Heydər Əliyevin vizyonu və uzaqgörən siyasəti sayəsində Azərbaycan regionda və dünyada öz mövqeyini möhkəmləndirib. Beynəlxalq əməkdaşlıq sayəsində böyük uğurlar əldə edib. Onun irsi Azərbaycan xalqı üçün həmişə ilham mənbəyi olacaq. Abşeron rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə axşam saatlarında Xırdalan şəhərində möhtəşəm konsert proqramı təşkil edildi. Azərbaycan xalq və əməkdar artistləri ümumi lideri Heydər Əliyevin anadan olmasının 102-ci il dönümü münasibətilə təşkil olunan konsert proqramında bir-birindən maraqlı musiqi nömrələri ilə çıxış etdilər. Konsert proqramına Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdün Fərzəliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, millət vəkilləri, şəhid ailə üzvləri və qazilər, eləcə də minlərlə rayon sakini izlədi. Konsert proqramında bildirildi ki, Azərbaycan xalqının böyük oğlu, müdrik dövlət xadimi və əvəzsiz lider olan Heydər Əliyev ölkəmizin tarixində silinməz izlər qoymuş, müasir müstəqil Azərbaycanın memarı kimi dəyərləndirilən nadir şəxsiyyətlərdəndir. Onun həyat yolu, zəngin siyasi fəaliyyəti və xalqına olan sonsuz sevgisi hər bir Azərbaycanlı üçün nümunə və qürur mənbəyidir. Heydər Əliyev dərin zəkası, uzaqgörənliyi və möhkəm iradəsi ilə təkcə Azərbaycanın deyil, ümumilikdə Türk dünyasının və beynəlxalq ictimaiyyətin hörmətini qazanıb. O, bütün həyatını xalqına həsr edib, ölkəmizin inkişafı, sabitliyi və müstəqilliyin qorunması uğrunda yorulmadan çalışıb.
Ulu öndər deyəndə ağla ilk gələn keyfiyyətlər qətiyyət, vətənpərvərlik, dövlətçilik, ədalət və humanistlikdir. Onun rəhbərliyi ilə Azərbaycan xalqı ən çətin dövrlərdə belə ümidsizliyə qapılmadan irəli gedib, gələcəyə inamla addımlayıb. Heydər Əliyevin "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" kələmi bu gün hər bir vətəndaşın ürəyində əbədi səslənir və millətinə olan sevgisinin rəmzinə çevrilib. Onun zəngin irsi və ideyaları bu gün Azərbaycanın siyasi, iqtisadi və mədəni həyatında yaşayır, inkişafımıza istiqamət verir. Azərbaycan xalqı Ulu öndər Heydər Əliyevi heç vaxt unutmayacaq. Onun əziz xatirəsini daim uca tutacaq. Çünki o, təkcə bir lider deyil, həm də xalqın qəlbində əbədi yaşar bir qəhrəmandır. Konsert proqramından sonra möhtəşəm atəşfəşanlıq oldu. Nizami Rəsulov, Fərhad Ələkbərli, xüsusi olaraq Dinas TV üçün.